Salam əziz xanımlar, əziz izləyicilər. Bu günləri çox gözəl, maraqlı şorba hazırlamışıq. Boranı şorbası. Baxın əziz xanımlar. Deməli, bizim bəzi bölgələrimizdə boranı plova bildiyiniz kimi soğan doğrayırlar. Yəni mən heç vaxt həmən boranı plovdan dadmamışam, bişirməmişəm, görməmişəm və ağlıma belə gətirə bilmirdim ki, məsəl üçün boranı plov hara, soğan hara. Həmişə belə fikirləşmişdim ki, yəni dad olaraq uyğunlaşmasını, amma eşitmişdim ki, çox ləzzətli olur. Baxın, bizim bugünkü boranı şorbamızın içərisində soğan da var, kartof da var, amma çox gözəl, mükəmməl dadı var. İnanın, yəni səmimiyyətimə həqiqətən deyirəm ki, çox dadlı, ləzzətli bir şorbadır. Hazırlamaq üçün deməli bir damcı qazanın içərisinə zeytun yağı, bir hardasa 50-60 qram da kərə yağı əlavə edirik və doğramış ərzaqları qazana əlavə edirik eyni anda. Həm boranı, həm kartof, həm soğan. 2 orta boylu soğandır bizdə burada, 2 orta boylu kartof, hardasa bir 900 qram, 1 kilo da belə doğramış boranıdır. Bir damcı bunu yağda qovururuq, amma qızartmırıq. O qədər də tez belə başa gəlir ki, rahat. Yarım saat heç çəkmir bu şorbanın hazır olmağı. Bir damcı qovurandan sonra üzərinə çıxacaq qədər su əlavə edirik. Qoyuruq qaynamağa. Boranın dənələrini də çox zəif xodda qovurmuşuq ki, deməli servis eləyəndə şorbanın içərisinə atanda heç onun qabığını çıxartmağa ehtiyac qalmayıb. Suyun da içərisinə Galina Blanca dediyimiz dad var. Toyuqlu, həmən Galina Blanca'dan bir dənə elə bil ki, kub atmışıq. Siz istəsəz istifadə etməyə bilərsiniz. Kartofun bişib-bişməməyini yoxlayırıq. Deməli, boranı onsuz da su qaynayan kimi bişir. Burada bizə lazımdır kartof tam bişsin. Kartofu bişəndən sonra blenderdən keçirdirik. Ondan sonra damaq dadımıza uyğun olaraq duz, istiot və sarı kök əlavə edirik. Bir də burada 200 qramlıq qaymağımız var. Həmən qaymaqdan da əlavə edirik. Burada görürsünüz ki, qaymağı əlavə edəndən sonra blenderdən keçirdəndə şorbanın rəngi necə də gözəl rəng alır, rəngi açılır, limon rəngi olur. Şorbanın rəngi. Qazanın altını söndürürük və sonda zəncəfili də süt keçirdirik. Təzədən bir damcı blenderdən keçirdirik və salam. Bizim şorbamız hazır oldu. Çox gözəl, ləzzətli şorbalındır. Servis edirik və boranın dənələrini də qabın içərisinə əlavə edirik. Əziz xanımlar, biz buradakı qaymaqdan istifadə elədik. Siz istəsəniz 30 süslü faizli qaymaqdan da istifadə edə bilərsiniz. Məsəl üçün yarım stəkan bəs eləyir bu qədər ərzaqa. Çox gözəl və ləzzətli şorbamız alındı. İnşallah ki, bəyəndiniz. Hələlik.